Salam uşaqlar. Bugünkü ifadələrimiz 9-cu sinif buraxılış imtahanına əlavə olunan to be about to be due to və to be able to ifadələridir. Başlayaq to be about to ifadəsindən. Bu ifadə etmək üzrə olduğumuz hərəkətlərdə istifadə olunur və biz bilirik ki, to be zamana və şəxsə görə dəyişə bilən ifadədir. Və about to ifadəsi həm to be-nin indiki zaman, həm də keçmiş zaman formaları ilə işlənir. İndiki zaman formaları am, is, are, keçmiş zaman formaları isə was, were. İndiki zaman to be formaları ilə işlənərkən bu ifadə bayaq qeyd etdiyim kimi etmək üzrə olduğumuz hərəkətlərdə istifadə olunur. Nümunələrə baxaq. I'm about to leave home. Evdən çıxmaq üzrəyəm, yəni hazırlaşıram ki, evdən çıxım. She's about to clean her room. O otağını təmizləmək üzrədir. Başlayır ki, otağını təmizləsin. Bu zaman biz indiki zaman to be formalarından istifadə edirik. Əgər about to ifadəsi keçmiş zaman to be formaları ilə işlənərsə, bu keçmişdə etmək üzrə olduğumuz, amma edə bilmədiyimiz hərəkətləri bildirir. Yəni, bir hərəkəti etmək üzrə idik, amma nəsə ona mane oldu, edə bilmədik. Məsələn, I was about to complain, but he apologized. Mən elə şikayətlənmək üzrə idim ki, o üzr istədi. Yəni, o artıq üzr istədi deyə mən şikayətlənmədim. Və ya, we are about to talk to her when they arrived. Onlar gələndə biz onunla danışmaq üzrə idik. Yəni, onların gəlməyi artıq onunla danışmağımıza mane oldu və danışa bilmədik. Bu zaman biz keçmiş zaman to be-sindən istifadə edirik. Və about to ifadəsi daha çox just sözü ilə işlənir. To be formalarından sonra işlənir, amma heç bir məna dəyişikliyi olmur, sadəcə cümlənin təsir gücünü artırır. Və bilməli olduğumuz bir şey var ki, to be about to ifadəsində dəqiq vaxt göstərilmir. Əgər orada dəqiq vaxt göstərilirsə, orada biz about to ifadəsini işlədə bilmərik. Baxaq nümunəyə. She is about to call you in 10 minutes. In 10 minutes ifadəsi varsa, bu deməkdir ki, biz burada about to-nu işlədə bilmərik. İkinci ifadəmiz to be due to ifadəsidir, hansı ki, planlaşdırılmış və ya müəyyən vaxtda baş verməsi gözlənilən hadisə və ya fəaliyyətlərdə işlədirik biz bu ifadəni. Məsələn, the meeting is due to happen at 5 o'clock. İclas saat 5-də olmalıdır. Burada artıq biz dəqiq vaxt göstəririk. Yəni, burada qeyd etdiyimiz kimi zaman zərfləri ilə işlənə bilir. Əgər zaman zərfləri verilibsə, biz be about to ifadəsini deyil, be due to ifadəsini işlədirik. Və be due to ifadəsində to be feilinin indiki zaman formaları, yəni am, is, are işlənir. Sonuncu ifadəmiz be able to ifadəsidir ki, biz bunu modal feillərdən də tanıyırıq. Bilmək, bacarmaq deməkdir. Can modal feilinin sinonimi kimi istifadə olunur, amma daha çox formal formada işlənir və can modal feilinin ekvivalenti hesab olunsa da, yəni ona bərabər hesab olunsa da, bir çox hallarda can yox, be able to ifadəsini işlədirik. Çünki can zamana və şəxsə görə dəyişə bilməyən modal feildir. Be able to isə bilirik ki, həm indiki zamanda, həm keçmiş zamanda, həm gələcək zamanda işlənə bilir və şəxslərə görə dəyişir. Yəni, indiki zamanda am, is, are, keçmiş zamanda was, were və gələcək zamanda will be, shall be formasında işlənir. Əgər cümlədə keçmiş zaman göstəricisi varsa, biz orada can yox, be able to-nun keçmiş zamanını, yəni was və ya were able to-dan istifadə edirik və şəxsə görə bunları dəyişə bilirik. Cümləmizə baxaq. I was able to write it yesterday. Mən onu dünən yaza bildim. Burada artıq biz can yox, was able to işlədirik. Və başqa bir modal feildən sonra biz can modal feilini işlədə bilmərik. Bunun əvəzinə yenə be able to ifadəsini işlədirik. Cümləmizə baxaq. He won't be able to give you any information. Burada artıq biz be able to-nun yerinə can işlədə bilmərik, çünki burada artıq bizim digər modal feilimiz var.